Amma bunu da bilmək lazımdır ki, mən nə edirəmsə eləyim, iş Allahın əlindədir. Bax, bu sadə həqiqətə biz inana bilmirik. İş Allahın əlindədir. Sənin çalışmağın bəhanədir, sənin getməyin bəhanədir. Onlar hamısı bəhanədir. Elə, çalış, oturma, amma öz çalışmağına yox, Allaha söykən. Ehtiyacı Allaha izhar elə. Allah da hər şeyi həll eləyən. Allah da çətinlikləri həll eləyən. Allah bilirsiniz niyə çox bəlalar verir bəzi adamlara? Allah bəlaları ona görə verir ki, özünü bizə xatırlatsın, yadına salsın bəndəsinin ki, mənə ehtiyaclısan. Allahın nəyinə lazımdır ki, özünü bizim yadımıza salsın və özünə ehtiyaclı olduğumuzu bizim yadımıza salsın. Nə mənası var Allah üçün? O bizə lazımdır. Biz cızığımızı aşırıq, cızığımızı keçirik. Allah ona görə bəzən bəlalar göndərir ki, xatırladaq ki, başımızın üstündə Allah var. Ona ehtiyaclıyıq, ona möhtacıq. Bizi təkəbbürdən azad eləmək üçün bəlalar verir. Amma biz dua ilə onun qapısına yönəlsək, bəlaya ehtiyac qalmaz. Deyər, bəndən başa düşür, da bəla nə üçün? Birinə onda çətinlik də versə, məqam üçün verər. O da hər adama verməz, öz dostlarına verər. Allah bəlanı verir ehtiyaclı olduğumuzu xatırlatmaq üçün. Dua bu bəlanın qarşısını alır. Niyə? Çünki dua ilə bir adam ki, bildi Allaha ehtiyaclı, da bəlaya nə ehtiyac? Da bəla, ona görə duada var ki, la tuazzibni bi uqubetik. Bizi tuəddibni bi uqubetik. Bizi bəla ilə ədəbləndirmə. Biz özümüz başa düşmüşük sənə ehtiyaclı olduğumuzu. Elə bilirsiniz, duanı ancaq günahkarlar edir. Allahın ən yaxın bəndəsi kimdir? Onun adı Allahın kitabında bəzən çəkilmir. Deyir, əbdəhu. Bilinir ki, ondan söhbət gedir, Peyğəmbərimiz. Peyğəmbərimiz o qədər Allaha yaxındır ki, o qədər bəndədir ki, bəndə deyəndə onun adını çəkmir. Bəllidir ki, bəndədirsə söhbət ondan gedir. Ondan üstün yoxdur, o da ehtiyaclı olduğunu Allaha ifadə edir. Bir ilahi, la təkilni ilə nəfsi tərfətə aynin əbəda. Xanımlarından biri deyir, elə ağlayırdı gecə. Əlini duaya qaldırıb, üzünü səcdəyə qoyub deyirdi ki, ilahi məni bir göz qırpımı öz başıma qoyma. Peyğəmbər elə ona görə əzəmətli idi ki, bu ehtiyacı anlamışdı.